Allah Teala insanı ağıllı yarattı. Ona əql verdi. Ona göre de insan dünyaya gelende xoşbəxt gelir. O öz əqlinin gücü ile hayatta yaşamaya devam edir. İnsan yaranmışların əşrəfi, çünkü uca Allah insana azadlık verip, düşünce azadlığı verip, insan düşüncesinin azadlığı insanın en büyük üstünlüğüdür. Canlılar içerisinde Allah insana əql verip, insan günler keçdikcə bu adətlə büyümeye başlayır. Yaşının uşaqlıq vaxtı, yetkinlik vaxtı, həddi buluğa çatır, boynuna hökümlər gəlir, ailə vəzifəsi, torpaq vəzifəsi, vətən vəzifəsi, ustad vəzifəsi, ana vəzifəsi, valideynin ona verdiyi tərbiyənin əvəz etmək vəzifəsi, insanın tədricən boynuna hökümlər gəlir. Və insan yaşadığı mühitdə bu hökümlərin necə həyata keçməsi üçün çaba göstərir. Allah Ər-Rəhman surəsində deyir ki, mən sizə nə vermədim ki? Bu deyilən Allahın kəlamında ən əsas məsələ budur ki, Allah Teala insana əql verdi və əqlin içərisində bütün bu nimətlər hamısı özünü göstərir. İnsan öz əqli ilə xoşbəxt ola bilir, insan öz əqli ilə həyatını cənnətə çevirə bilir və insan da var, öz ağlının ağılsızlığı ilə həyatını cəhənnəmə çevirə bilir. İnsanın həyatı əgər cahilliklə keçirsə, yalnız öz qarnını düşünürsə, öz nəfsini düşünürsə, heyvanla onun həyatında çox bir az fərq var. İnsan öz əqlinin düşüncəsinə, öz əqlinə qulaq asmağı bacarırsa, insan insandır. İnsan yaranmışların əşrəfidir. Yox, insan nəfsinin qurbanı olub və əqlinin əldən verirsə, heyvanın yaşayışı ilə onun yaşayışında heç bir fərq olmaz. Ona görə də valideyn əgər istər ki, evladı üçün dəyərli, qiymətli bir hədiyyə versin, hər bir valideyn çalışmalıdır ki, ona gözəl əxlaq, gözəl tərbiyə, ədəb-ərkan öyrətsin. Bizim indi müasir devrimizdə, yəni onu savadlı eləsin, ağıllı eləsin, düşüncəni qoy, oxuyub, öyrənsin. Savadlı olmaq müasir devrimizin bütün tələblərində tələb olunur. Ona görə də valideyn üzərinə düşən ən böyük şərtlərdən biri evladına gözəl tərbiyə, əxlaq verməkdir. Hər bir valideyn öz evladının xoşbəxtliyi ilə sevinir, uğurları ilə fəxr eləyir və onun yaxşı əməlləri ilə hər zaman öz qürurunu göstərir. Əgər evlad fərsiz olsa, çox təəssüf, ən ağır insanın, atanın, ananın üzərinə düşən ən ağır vəzifə odur ki, evlad hər bir kəsdən uzaqlaşmaq olar, naməcib olsa. Gər evlad oldu fərsiz, heç bir ata, ana onu ata bilməz və o, bu dərinə ömür boyu insan əziyyət içində, valideyn əziyyət içində, eləcə də o insan özünü də cəhənnəmə, çirkəba çəkir, atasında, anasında, valideynlərində. İnsan öz elinə, ovasına xeyir verməlidir. İnsanın evi tək onun içində yaşadığı evi deyil. İnsanın evi onun doğulduğu torpaq,
doğulduğu kənd, tərbiyə aldığı ailə, oxuduğu məktəb və onun qardaşları, qohumları, eləcə də məktəb yoldaşları, kənd cəmaatının birgə dostluğu, mehribançılığı əsas şərtlərdən biridir. Hər bir kəsin doğulduğu kənd onun evidir, onun ailəsidir. Əlbəttə, böyük ailəmiz, məmləkətimiz, torpağımız, vətənimiz, amma hər bir kəs üçün ailə üzvlərindən başqa öz kəndinin cəmaatı da onun ailəsi sayılır. Bunun öz məqamı, öz yeri, öz çərçivəsi var. İnsan əgər bunu vaxtında düşünə bilsə, öz ailəsi üçün lazımı olan işləri görsə, yalnız öz nəfsi haqqında fikirləşməsə, bütün ailəsi üçün fikirləşsə, o insanın həm gələcəyi, həm də yaşadığı günlər xoşbəxt olar. Əziz dostlar, mən bunu deməkdə məqsədim odur ki, hər bir insan düşünərək yaşayır. Əgər insan düşünüb yaşamasa, onun atdığı addımlar onu yanlış apara bilər. Həmişə bizə tövsiyə olunur, yüz ölçüb bir biçmək. Həmişə çalışmaq lazımdır ki, boş danışıqlardan kənarda qalasan, yüz ölçüb bir biçəsən, bir kəlmə 100 kəlməyə çevrilməyə, 100 kəlmə çalışasan ki, bir kəlmədə ifadə edib öz fikrini başa sala biləsən. Bunun üçün də nə etmək lazımdır? Mütləq təlim almaq lazımdır. Savad, elm, kitablar oxumaq lazımdır. Kitab oxumaq insanın ən gözəl, ən böyük, ən dəyərli peşəsi olarsa, o insan bir kəmala çatar. Ucalmaq istəsən bir kəmala çat, kəmala ehtiram göstərir həyat. Bütün